Selamünaleyküm. Burada Madonna Fortuna var. Demək olar bu GDR'in en güzel Madonnalardan biridir. Sözün düzü en birincisidir. Çünkü o vaxtı bunlar en bahalı idi və görkəminə də görə en gözəlidir. Burada indi ne varsa odur da. Gördüğünüz gibi burada Madonna'nın tarikaları var. Ve çayının bəzi hissələri var, amma təzədirlər. Heç bir kərə də içinə nə yemək, nə çay, nə su, heç nə tökülüb, ancaq servantda qalıb. İndi nə varsa bunlardır. Demək olar bu böyük buludların hərəsindən 12-12'dir. 2 dənə yekə qovurma qapısı var. Supniki var. Dört tane de əlavə burada aşk kapısı var. Gördüğünüz gibi ne görürsünüz olardı. Bu çaynının ise ne varsa var bunlar. Ama təzədirlər. Kim istəsə bunu hissə də maraqlı olsa, hissə də ala bilər, bir yerdə də ala bilər. Razılaşma yolu ilə.